Üz dərisi yağlı və sanağa meyilli olan şəxslər üzündə bu cür görüntülərin yaranmaması üçün pudra seçərkən nələrə diqqət etməlidir? Bugün pudra seçərkən diqqət edilməsi gerəkən məqamlardan danışacağam. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilərimiz, bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi aşağıda yerləşən bəyən düyməsinə basmağı, hələ də Bir Bax kanalına abunə deyilsinizsə, abunə olmağı unutmayın. Ümumiyyətlə, pudra üzə mat bir görünüş verir, üzdəki yağlılıq hissini azaldır və makiyajımızda sabitləyir. Özəlliklə üz dərisi yağlı olan, üz dərisində məsamələri geniş olan şəxslərə pudra istifadə eləmək tövsiyə olunur. Amma bütün pudraları yox. Pudra alarkən 4 nüansa mütləq diqqət edin. 1. Üzərində non-komedogenik, yəni sanaq yaratmayan yazısı olsun. Çünki bu cür pudralar üzü yağlandırmır, məsamələri bağlamır və bu da ki, üzdə sanaq yaratmır. 2. Transparan, yəni ki, şəffaf pudra alın. Bu cür pudralar rəngdə səhv etmə ehtimalınızı aşağı salır. 3. Yüngül, dəridə ağırlıq yaratmayan pudra alın. Bu cür pudralar həm dərinin nəfəs almasına kömək edir, həm də ki, dəridə təbii bir görüntü yaradır. 4. Vegan formula sahib, yəni bitki mənşəli pudralardan seçin. Çünki bu cür pudraların tərkibində heyvan mənşəli yağlar və ağır kimyəvi maddələr olmur və bu cür maddələr olmadığına görə həmin pudralar üzdə ağırlıq, allergiya və qızartılar da yaratmır. Mən isə sizə Ivraşe markasının transparan, yəni şəffaf pudrasını tövsiyə edirəm. Niyə bu pudra? Çünki bu pudranın tərkibində heyvan mənşəli yağlar yoxdur. Vegan bir formula sahibdir, yəni bitkilərdən hazırlanıb. Üstəlik non-komedogenikdir, yəni üzdə sanaq yaratmır, məsamələri bağlamır və yüngül bir teksturaya sahib olduğu üçün də dərinizin rahat nəfəs almasına şərait yaradır. Həmçinin makiyajı gün boyu sabit saxlayır, dərinizə mat bir görünüş verir və yağlılıq hissini də aradan qaldırır. Ivraşe markasının transparan, yəni şəffaf pudrasını Ivraşe'nin bütün filiallarından əldə edə bilərsiniz. Belə dəyərli xanımlar, bugün biz pudra seçərkən diqqət edilməsi gerəkən məqamlardan danışdıq. Bəs siz pudra seçərkən nələrə diqqət edirsiniz? Fikirləriniz mənim üçün çox maraqlıdır. Şərh bölümümüz açıqdır, buyurub yaza bilərsiniz. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək. Hələlik.